İndi isə OR funksiyasını yazaq. OR funksiyasını yazıram OR. Enter'e vurdum, düşdüm aşağı. Bax, burada xanadan yenə bərabərimi qoyuram. Yazıram OR. OR yazanda avtomatik Excel çıxartdı bunu. Excel birinci testimi qoyuram. Nə qoyaq? Təcrübəsi yenə eyni funksiya üzərindən gedirəm. Böyük olsun 3 ildən. Nöqtə vergüldür məndə, sizdə vergül də ola bilər. İndi baxın görün hansı. Baxın, buradan aşağıdan biri düstur kimi bir yer açıldı. Bax, burada məndə nöqtə vergül göstərir. Sizdə vergül göstərsə vergül qoyarsınız. Sonra yazıram təhsili bərabər olsun aliyə. Və yadda saxlayaq ki, bizdə dırnaqda yazılır. Sözlər, hərflər dırnaqda. Rəqəmlər yox, amma hərflər dırnaqda yazılır. Yazıram ki, bərabər olsun ali. Təhsili mənə ali lazımdır. Bunu vurdum və mötərizəmi bağladım. Enteri vururam. Birinciyə false çıxartdı. Çünki nə təhsili, nə də təcrübəsi mən istəyən deyil. Mən nə demişəm? Təhsili olsun, təcrübəsi olsun 3 ildən çox, təhsili olsun ali. Və burada heç biri uyğun gəlmədiyə false çıxartdı. İndi aşağı çəkirəm. Bax, ikinciyə true yazıb. Alidir. Orada nədir? Mənim necə deyirlər, 254 dənə yanlışım olsa, bir dənə düzüm olsa, orada deyir ki, o düzdür. Mən o qəbul edirəm. Evki deyir ki, bir dənə düz oldu, bizə bəsdir da. Bir şeyi bacarsan. Amma end deyir ki, end çox qatıdır da, çox belə pis funksiya deyil. O deyir ki, hər şey doğru olmalıdır. Hər şey düz olmalıdır. Mən deyən olmalıdır. 3 ildən çox olmalıdır, ali olmalıdır. Amma o yumşaq funksiyadır, sərt deyil. Deyir ki, yox, biri də düz olsa mənə bəsdir, o birisilər yanlış olsa da bəsdir. Ona görə baxın, burada true buradadır, or ikincidə. Bax, alidir, buna true verib. Amma end funksiyasına baxın, burada 1 verib. 1-dir, alidir, false-dur. Bu qəbul eləmir. End qəbul eləməyib, amma true or qəbul eləyib. Deməli nədir? OR funksiyası bir dənə düz oldu, bəs eləyir. End funksiyası bir dənə yanlış oldu, qəbul eləmir. O da nədir? Məntiq dərslər, riyazi məntiq dərsi var. Bu oradan gəlir. And false, true. Məsəl üçün biz and həm də vurma deməkdir. Biri birə vuranda, baxın, 1 eləyir. Neçə dənə biri birə vurdum, 1 eləyir. Axırda gəlib bunu 0-a vuranda, mənə, buradan bərabər qoymadım, onu qoyum. Nə verir? 0. 0 verəcək. Bu da ondan qaynaqlanır ki, and funksiyası mənə 0-ı bir dənə gəlir, yəni bir dənə heçliyə vuranda onu heç qəbul edirəm. 0 vuranda, yəni funksiyanın məntiqi ondan ibarətdir, vurmada. Amma toplamada biri birə vursam, birin üstünə 1 gəlsəm, orada elədir ki, elə 1 eləyir cavabda, 2 eləmir. False or funksiyasında. Deyirsiniz o necə şeydir? Birin üstünə 1 gələndə əslində 2 eləyir. Yox, orada 2 eləmir. Birin üstünə 1 gələndə 1 eləyir və birin üstünə 0 gələndə yenə də 1 eləyir. Buna görə or funksiyası, yəni 0-ı görmür, true qəbul edir onu, belə deyək. Hamısı 0 olsa onu false qəbul edir. Məsəl üçün, birinci sətrə baxın, daha doğrusu ikinci sətirdə. Təcrübəsi bilirdi, təhsili ortada, ona görə onu false qəbul edib. İkisi də 0-dır. Amma burada biri alidir, biri 3 ildən azdır. Onu 1-0 kimi qəbul edib, düz götürüb. Yaxşı. Başa düşdüm. Başa düşdüm. Sonra bizim bir dənə funksiyamız var. Çox oldu, qarışdırırsınız uşaq. Mən heç nə başa düşmədim. O nədir ki, Ayşə müəllimə? Onlar nə üçündür? Sən gec gəldin də, indi onu videoda görəcəksən. Amma belə də. Günel, sənə çətin gəldiyi burada saxlayım. Mən qarışdı. Aləm qarışdırdı bir-birinə. Onda gəl Rəvanə sənə deyim. Ümumiyyətlə bu xanalar kalkulyator kimi fikirləş. Məsəl üçün, bərabər qoydum, 3-ün üstünə 5 gəldim. Mən neçə verəcək? Dəqiqə. Necə? 3-ün üstünə 5 gələndə neçə eləyir? 8. Enter vurdum, bax mənə 8-i hesabladı. Bax, bütün funksiyaları yazanda hesablama, toplama bərabərlə başlayır.
Bərabər Aha. vurdum, bəli. Plus sonra rəqəmi yazıram. Məsələn, 6 vuraq 5-ə. Aha. 30. Bax, cavabı verdi. Bu xanada yazıb o birisi xanada bərabər yazmalıyıq. Yox, bax. Bərabər qoydum xanaya. Xanaya baxırsan, diqqət yetirirsən. Hə. Gəl, xana böyüdüm. Böyümür. Hı. Böyümür. Mən yaxınlaşdırdım, baxıram. Ekranı yaxınlaşdırmışam. Məsəl üçün 4 çıxaq Hı. 2. Hı. Bərabər, elə ki biz əvvəl 4 çıxaq 2 sonra bərabər yazırdıq. Düzdürmü adi riyaziyyatda? Amma Excel-də bərabəri birinci yazırıq. Hə, yazdım, indi enteri vurdum. Bax, 2-ni hesabladı mənə. 2. Hə. Sonra burada belə bir cədvəldə apardıq hesablamağı. Məsələn, burada qiymətdir, bir də saydır. Gəl buranı pozum, yenə hesablayım buranı. Burada bir dəqiqə. Bu hissəni pozum bizə bəsdir bu qədər. Sütun üzrəni basmışsınız. Hə, onu basmıram. Məbləğ sözü pozulmasın deyə uzun gedir. Qutaramışam. Deməli, Rəvanəm, mən burada məbləği hesablamalıyam. Bax, paltar yuandır. 750 manat qiyməti var. Bu marka da Ariston, Nərmanov filialında satılır. Məbləği adi nəsə alanda, məsəl üçün, necə hesablayırıq? Vururuq da sayına. Məsəl üçün, 1 kilo pomidor məndə 2 manatdırsa, 5 kilo pomidor neçəyədir? 10 manat. 12. Bəli, 10 manat. 10. Hə, 10. Bunda indi bərabər qoyuram. İndi əvvəl bunu deyim. Bax, bizdə xanalara istinadən vurma da var idi. Məsələn, mən bu xanada bərabər qoydum, 4/2 yazdım ha. Mən 4-ü burada yaza bilirəm, 2-ni burada yaza bilirəm. Sonra gəlib bu xanaya bərabər qoyuram. Bax, gedirəm bu 4-ü seçirəm, çıxaq işarəsini qoyuram, 2-ni çıxıram. Xananın adını da yazıb hesablama apara bilirəm. Bax, J6 xanasındadır 4, J7 xanasında da 2-dir. Gördün? Hə. Hə. Neynədim? 4-dən 2-yi çıxıram. Amma xananın adını yazmışam ki, ora istinad elə. Yəni o xanaya rəqəmlərin çıx. Enteri vururam, çıxır. Məsələn, bura yazıram 6, bura yazıram 6. İkisinə də 6 yazdım. Bura yazıram bərabərdir. 6, bu 6, üstə gələk bu 6-nı. Xanaların gəlib pürüsünə bu xananın üstünə basıram mən. 12-ni verdi mənə. Hə, indi burada da onu istifadə edə bilirəm. Bərabərdir, yazıram. Bərabərdən sonra qiyməti götürürəm. D2 xanasındadır qiymət, 750 qiymətidir. Ulduz işarəsi vurma deməkdir bizdə. Vururam 14-ə. 14-ə də gedib 14-ün olduğu xananı seçirəm mən. E2-ni. Hə, Y2-ni. Enteri vururam, bax seçdə. 10.500. 10.500. Başa düşürsən, Rəvanə? Hə, başa düşdüm. Hələ bir də mən də yazdım burada 750. Görüm çıxa biləcəm mən burada. 14. Hə. Yazıram bərabər. Hə, deməli bunu vurmalıyam. Yazıram bərabər. Bərabər. Bu xananı götürürəm. 700 bunu gəldi bura. Hə. Vurmanı vururam. Hanı vurma?
Shift Vurma hanı 8-dən. burada, hə. Shift 8. Hə, şrif 8 hə. Hı. Şrif 8-i vurdum. Hə, bunu gətirdim bura. Hə. Ben nəyi basım sonra? Enter. Alındı. Hə, məndə o cədvəl yoxdur deyə biraz belə oldu. Dəqiqə. Bərabər. Kopyadan da belə. Bunda videoya baxıb mən də dəftər tutub yazaram da bunları. Bəli, Asan da olsun. yazmalısan. Dedim axı dəftər gətir, ona görə gözlədim. Sən gəlib gətirmədin. Yox, ev yox. Videoya baxıb yazaram da belə vaxt. Çıxdı. Çıxdı Ayşə müəllimə elədim. Hə. Hə. Sonra bax. 10.000 bir. Hə. Bax sonra bax burada plus işarəsi var. Qara bir var, ağ plus. Bu yox. Bu küncdə beləcə dördbucaq bir şey var. Bax onun üstünə gələndə qara plus verir mənə. Hə, hə, Onu hə, 2 qara dəfə plus. tıkılladıram, avtomatik hamısını hesablayır. Nə yaxşı, hə. Onda o cədvəli yazaq. Hə, bu videonu elə atarsınız. İndi zəbt eləyirsiniz bunları, eləmisiniz? Bəli, bəli, eləmişəm. Hələ onu atarsınız. Hə, bu cədvəli qurum eləyin. Hə. Sonra Hə, bura asaqdır. hə. Sonra bura yazıram ədəvi. Ədəvi hesablayaq. Gəlin. Bura yazıram ki, məsəl üçün ədəvin bu 750 manatın mən 5%-ni tapmalıyam. Faizi tapmaq üçün 750-ni işarələdim. Deyirəm vuraq. 5-i yazıram, bir də bölünə faiz işarəsi qoyuram. Bu faizi tapır. Bizim faiz tapmaq necə deyirlər, düsturumuz budur. Yəni həmin bu 700 riyaziyyatda belədir. 750-ni vuracaq 5-ə, böləcək 100-ə. Mən onu açıq yazmıram da. Deyirəm elə 5%-ə vur, o avtomatik onun beyni elədir ki, o avtomatik bilir mən nə demək istəyirəm, özü hesablayır. Hə, enteri vurdum, baxın, deyir ki 37,5. Bunun 5%-i. Sonra buradan bu yenə qara pulusu vuranda bunun hamısını hesablayacaq. Nə yaxşıdır. Elə kalkulator kimidir də. Bəli, Kalkulator. Hə. Sonra burada belə bir şey var. Mən bunu sayına vura bilərəm və yaxud da ki, sayına bölə bilərəm ki, ədəvini tapmaq üçün düstur var. Hə, yaxşı. Sonra da belə bir şey eləyirəm. 750-nin üzərinə ədəvini gələyim, tutalım ki. Bərabər qoyuram. 750 üzərinə gələk. Nəyi? Bu məbləği plus. Daha sonra bunu mötərizəyə almalıyam amma. Mötərizəyə alıb bu tərəfi də daha sonra bölürəm sayına. Belə bir düstur çıxardıram özümdən. Bəlkə o düstur heç yoxdur. Bu formada. Enter'e vururam. Bax, hesapladı. Bu qədər eləyir. Və yaxud da vururam sayına. İndi nə lazımdırsa. Mənə hamısını hesapladı dedi. Nə qədər olacaq? Aydındır. Əsas bilin ki, bu xanalara istinad var. Yəni, indi burada rəqəmlər var. Bu hesabladığım rəqəmi də götürüb istifadə edə bilərəm. 12-ni bu xanada bərabər yazıram. 12 minus, məsəl üçün, 4. Bu xanaya da istinad edir. Enteri vururam, mən 8-i hesablayacaq. Ayşə müəllimə, Bəli. bu bizə məsəl üçün sabah işdə hesablama nədə lazım olar? Məsəl üçün nə işində bu gedər? Buğalteriya zətdə. Elə hesablamağı bilməlisiniz də. Siz adicə Excel-də Hə, hesablama bilməlisiniz. O Excel deyil ki. O heç. Prosta deyirəm, yəni nə işdə lazım olur? Orada şey deyəcəklər, nəyi vurun, düstur verəcəklər. Falan ədədi nəyəsə bölün və yaxud da nəyəsə vurun. Malın qiymətini hesablayın. Nə qədər mal gəlibsə onu ümumi hesablayın.
Məsələn, bunun ümumisini nətər hesablayıram bax bu hissəni. Bax bunu necə hesablayıram? Bax gələrəm buradan aşağıdan yazaram ki, bərabərdir. Sum funksiyasını istifadə eləyərəm. Bax sumu. Cəmdə. Bəli, cəm funksiyası. Gedərəm, bütün sütunu seçərəm. Bu formada. Bütün sütunu seçdim. Sütun üzrə hamısını seçərəm ki, sabahlarım bəlkə orada boş sütunlar var. Əslinə qalanda bunu elə buradan yazmaq lazım. Buradan deyil də, baxın. Bunu lap aşağıdan yazın ki, bəlkə buralığı da dolduracaqsınız. Məsələn, burada gəlin itirməyək. Məsələn, buradan yazacağım. Çox da uzağa getməyəcəm. Sum funksiyasını yazdım. Çıxdım yuxarıdan bu sütunu seçdim. Seçdim, gəlirəm aşağı, bax, görün. Bax, seçilib FF sütunu. Enter'ı vurdum. 0 verdi. Niyə? Orada məbləğ də var idi ona görə. Niyə 0? 0 verməli deyil. Bir dəqiqə. Bura yazıram. Bərabərdir. Bu formada belə qoyuram. Baxın, hesabladım. Samı seçdim, bu məbləğ sözünə görə oldu. Aslında olmalı deyildi. Formada. Qiymət cədvəlini seçdim. Səs açılıb, mən səsimi eqa verir burada. Baxın, bu formada